kamera arxasında başqa cavab verin. Ağıllandırır. Ağıllı insan televizora baxır, yox. Onlar ki, Mən konkret bilirəm hansı telekanallarda ha, qara siyahıdayım. Bəli, siz hansı məmuru gətirdilər sağ tərəfdən, sol tərəfdən hansı непонятный adamı. oradan canavar çıxır, oradan ayı gələ bilər. Ha, Yox, cəhənnəmə televizorlarda, yox hə, da. Yəni baxın ki, sən sağsan. unudulmaz gecələr idi o qış. Yəni biz çox cəsarətli bir addım atdıq. Bir Ümumiyyətlə sosial şəbəkələrlə mənim münasibətim heç vaxt bir mənalı olmur da. başladıq. Mhm. Belə. Salam dostlar. Salam, xoş gəldik. Əvvəlki podkastda maraqlı yerdə dayandıq. Tanınmış aktrisa İlqarə Toska Şahbaza belə bir sual yazıb. Və Şahbazın heç xoşuna gəlmədi o sual. Mən onu təzədən deyim. İlqarə xanım soruşur ki, keçə bilərik. Ha? Üstündən keçə bilərik yəni. İlqarə xanım soruşur ki, Şahbaza soruşun, zəhmət değilsə, o niyə hamıdan gizlədir ki, aktyorluq fakültəsində oxuyub? Əslində baxsanız, mən o mövzuda danışmıram. Heç kəsdən də gizlətmirəm. Mən nə musiqi məktəbi bitirdiyindən danışıram, nə ondan danışıram, nə də ki, səsimin olmasından danışıram. Çünki bütün sahələrdə, bu sahələrdə mənim belə nümunəvi bir hərəkətim, nümunəvi bir işim olmayıb axı. Yəni mən çox erkən, gənc yaşlarında o işlərlə məşğul olmuşam və sonradan da mənim bütün gördüyüm, deyək ki, bu kitab işində onların hər birisi öz rolunu oynayır mənim həyatımda. Yəni ki, səhnə danışığıdır, səhnə mədəniyyətidir, sonra nə isə təqdim etməkdir, nə isə çəkməkdir, ünsiyyət bacarığıdır və s. Bütün bunlar əslində həmin o İlqarənin dediyi ki, o məsələdən danışmıram, aktyorluq keyfiyyətindən. Bu məsələlərdə o özünü göstərir. Ona görə də onu xüsusi vurğulamağa gərək görmürəm. Bir də ki, axı o mənim bugün gördüyüm iş deyil, onunla mən danışım. İlqarə o işlə məşğuldur, ondan danışmalıdır. Mən kitab işi ilə məşğulam və kitabdan danışıram. Yaxşı cavabdır. Sadəcə hatırladım ki, siz mənə kamera arxasında başqa cavab verin. Amma nə isə, keçdi üstündən. Aha. Şahbaza, arxadakı dağ var. Onunla bağlı hansısa bir xüsusi xatirəniz var? Bəli, o dağın düz görünən dağda mənim ata yeri var orada, bəli. Ora biz Can Qardaş Çola deyirik. Aslında baxsan düz dağın başıdır, təpəsidir və o təpədə heç bir su yoxdur. Sadəcə bir dənə su gələn orada bir yer var, belə Çolada, balaca bir yerdir. Oranın adı Can Qardaş Çoladır. Biz uşaqlıqdan oradan ot gətirərdik. O otu, ora heç nə qalxmaz. Əvvəla o vaxtı texnika yox idi. O otu biz atla və yaxud da şələ ilə gətirərdik. İndi siz təsəvvür edin, o dağın başından biz şələ bağlayardıq, ot şələsi və bu istidə biz onu bura daşıyardıq. Bütün ailə üzvləri bu şəkildə onu oradan daşımaqla məşğul olurdu. Yay bax, bu aylar var ha, indi biz burada oturub danışırıq. Bu ay evdə oturmaq söhbəti yoxdur kənddə. Ot biçmək, ot daşımaq və qışa hazırlıq görmək. Elə. Bu nədənsə Malcolm Gladwell'in kitabını mənə xatırlatdı. Dahilər və Outsiderlər. Orada balaca bir epizod var idi. Səfərlərimsə Avropada yaşayan kənd sakinləri ilə bağlı ki, onlar da il boyu işləyirlər, amma qışda iş yoxdur deyə, qışda sadəcə yatırlar və onların yuxuları sanki necə deyim də, onlar dərin yatırlar. Çox dərin, hə, çox dərin yuxuya gedirlər və bizdə onu biz ayı ilə bağlı deyirlər də, qış yuxusuna getmək. Sizdə də belə idi, hə? Qış yuxusuna getmək o var idi. Qışda qar olanda biz ümumiyyətlə buradan bayıra çıxmırdıq. Elə qar olanda evdə qalırsan, heyvanı da buraxmırsan. Və bəzən mənim uşaqlıqda yadıma gəlir, onda yəqin uşaqdım, cavad boyda olardım da boyum. O qədər qar yağmışdı ki, qarın altı ilə yol açmışdıq yəni. Amma təhlükəli idi yəqin ki. Əlbəttə ki. Amma indi o vaxtda təhlükənin qarşısını alan müəyyən şeylər var idi. Amma ümumiyyətlə uşaq vaxtı həyat elə hamısı təhlükədir. Heç bir şey. Bu təbiət
təbiəti duysan, o təhlükəni adlamaq olur da. Uşaq vaxtı sən təbiəti duymursan axı. Hər an təbiət səni təhlükə ilə üz-üzə qoyur. Ağac aşa bilər üstünə, bir meşə ilə gedirsən. Oradan canavar çıxır, oradan ayı gələ bilər. Oradan at vura bilər, heyvan vura bilər, nəsə də bax, amma sən bütün onların içərisində nəsə onların ritminə uyub və yaşayırsan belə. Qışda nə edirdiniz? Hansı məşğuliyyət var idi? Qışda əsasən biz kitab oxuyurduq. Uzun gecələrdə bacılarım oxuyurdu. Bacılarım çox yaxşı qiraət edirdilər, hədsiz. Atam gözləri vaxtından tez tutulmuşdu. Amma o daim deyirdi, oxutdururdu həmişə. Və təkrar hər gecə biz qış gecələrində pambıq didir, yəni corab toxuyur, xalça toxuyur, kilim toxuyur və eyni zamanda da kitab oxuyurdu. Bir də siz Yəni mənə bir adam deyirdiniz, hündürdən ucadan oxuyur, digərləri isə qulaq asır. siz mənə deyirdiniz, bir də sizdə storytelling var idi. Storytelling, yəni kimsə gəlib onun danışında zaman. Keçmişdən. Biz deyirdik ki, keçmişdəndir. Mənim babam xatırlamıram mən babamı. Qəribə bir şeydir. Babam dünyasını dəyişəndən 6 ay sonra mən dünyaya gəlmişəm. Mənim atam dünyasını dəyişəndən 6 ay sonra isə Sevinci dünyaya gəldi. Və indi onu demirəm. Əsas onu demək istəyirəm. Nəyi demək istəyirəm? Deməli, Balaş əmi var idi. O çox belə yaxşı, məlahətli danışıq tərzi var idi. Uzun danışardı, cümlələri rahat deyərdi. Adam onun danışığı ilə səyahət edirdin, o tarixçəni yaşayırdın. Və biz həmişə böyük həyəcanla Balaş əmini gözləyirdik ki, o gəlsin və bizə nağıl danışsın. Bəzən eyni şeyi dəfələrlə danışsa da, amma biz dəfələrlə həyəcanlanırdıq. Biz o qorxmaz adam idi. Çünki ona deyirdilər ki, biz ondan soruşmuşduq, xatrimdə deyil. Ümumiyyətlə, o müharibədə də iştirak eləmişdi, Berlinə qədər getmişdi və danışırdı. Və həm müharibədən danışırdı, həm keçmişdən danışırdı və onun anası, yəni mənim nənəm, ona qurd ürəyi vermişdi. Ona görə deyirdilər ki, o qorxmazdı. Bax, belə bir insan idi, çox gözəl nağıl danışardı. Uzun və ona biz çay verərdik və hər kəs sevinərdi ki, ona çay versin. Əmim danışardı, atam çox gözəl danışardı. Atamın çox nağıl, məlahətli və eyni zamanda bəzən uzun yol gedəndə onlar oxşama deyərdilər. Bu oxşama deyirdi. Oxşama biraz kədərlə dolu, niskillə dolu, yüngül, havalı bir mahnı da deyil, amma bir mahnıya bənzər bir havadır, nəğmə kimi belə bir şey. Oxşama deyərdilər. Bu çox gözəldir. Unudulmaz gecələr idi, o qış gecələri. Adamın ağrılarını çəkirdi yəni. Hatırladım dostlar, daha doğrusu bilməyənlər üçün deyim ki, biz indi hazırda Şahbaz bəylə onun doğma kəndindəyik. Yardımlı rayonu Hamar kəndi. Hamar kənd Əgər kəndi. siz istəyirsinizsə bizim söhbətlərimizə daha çox insan qulaq assın, onu da paylaşın və qoy bizim, əgər maraqlıdırsa paylaşın, qoy daha çox insan dinləsinlər, qulaq assınlar. Bir də dostlar, öz fikirlərinizi mütləq yazın. Müsbət olsa lap yaxşı, mənfi olsa da olar. Yazın, fikirlərinizi deyin, tövsiyələrinizi deyin. Biz də Daha da mükəmməl olaq. daha mükəmməl olaq. Bəli, biz istəyirik ki, bu podkast çox maraqlı olsun. Maraqlı kimi olsun, sizə olsun. Ona görə siz yazın öz fikrinizi, necə istəyirsiniz, nətər olsun. Belə. Bir də mənim sizə sualım var, Şahbaz bəy. Bu podkast sizin üçün nə üçündür? Nə deməkdir, nə üçün biz bu işi başlamışıq? Bizim həmişə ayrıca sosial şəbəkələrimiz var idi. Siz ayrı, mən ayrı. Amma ilk dəfədir ki, bax birləşib YouTube-da belə bir podkast yaratmışıq. Mənə elə gəlir ki, bu bizim cəsarətli olmaq məsələsində pik nöqtəsidir. Yəni biz çox cəsarətli bir addım atdıq. Birlikdə bunu etdik. Və yəni mən baxıram, görürəm, xüsusən də sən çox çalışırsan ki, bu maraqlı olsun və Qeyri bir şey eləmirəm. Yəni əslində biz necə varıq elə də göstəririk. Mövzuların seçilməsi, daim izləyirsən, sualları seçmək. Görürəm ki, bu saatə çox həvəslisən və bu mənə çox vacibdir. Ümid edirəm ki, bu bizdə alınacaq.
O ki qaldı, bizə bu çox vacibdir. Yəni bizim kitab auditoriyasını əslində baxsanız biz müəyyən eləmişik axı. Bax bugünkü Azərbaycan kitab auditoriyasını Hı hı. biz belə zərrə-zərrə yaratmışıq da sosial şəbəkələrlə. Hı hı. Əvvəl yadındadır. Hı hı. Yəni ki, paylaşım edirdik, sonra hardasa sərgi təşkil edirdik, Hı hı. küçədə filan. Məncə bu podkastda ona xidmət etməlidir ki, bizim oxucu auditoriyası daha genişlənsin. Kitab oxuyanlar bizə gəlsin, bizdən kitab tövsiyələri alsınlar, Hı hı. desinlər, təklif eləsinlər, kitablar tövsiyə etsinlər, hansı kitabları biz Azərbaycan dilinə çevirək və yaxud da Azərbaycana gətirək, həm ingilis dilində, həm rus dilində və s. Hı hı. Bu bizə imkan verir ki, biz oxucunun özünə və deyək ki, o oxucu kütləsinə, oxucu çevrəsinə yetək, çataq. Yəni əgər siz də kitab oxuyansınızsa, istəyirsiniz kitab oxuyanların sayı çox olsun, o zaman paylaşın, daha çox adam bilsin. Mən də bu suala cavab verirəm. Mənim üçün nəyə görə bu podkast çox vacibdir? Ümumiyyətlə sosial şəbəkələrlə mənim münasibətim heç vaxt bir mənalı olmayıb da. Bəzən çox yoruluram, yoxa çıxıram. Məsələn, elə bir vaxt olub ki, hardasa 2-3 il ümumiyyətlə mən sosial şəbəkələrdə yox idim. Heç kəs fikir də vermir. Heç mən də. Məsələn, amma qəribə bir şeylər var idi. Məsələn, küçəylə gedirdim və hansı bir tanışı görürdüm və o mənə belə baxırdı və gözlərində sanki sual var idi ki, sən sağsan, sən nə edirsən? Çünki sosial şəbəkələr yoxdursa, deməli ölmüsən. Zarafat bir yana, mənim üçün bu podkast ümumiyyətlə fikir verdinizsə, Instagramdan ortadan çıxmıram. TikTokda da varam, nə bilim, Facebookda da aktivam. Nəyə görə bunu edirəm? Bizim Şahbaz bəy çox yaxşıdır da, oxucularla birbaşa ünsiyyətə giririk və yeni bir insanları cəlb edirik. Özümüzə, bəli, öz ətrafımıza və istəyirik ki, səsimiz eşidilsin. Təəssüflər olsun ki, bəlkə də əksinə çox yaxşı ki, bizi televiziya kanallarına dəvət etmirlər. Əksər kanallarda biz qara siyahıdayıq. Müəyyən səbəblərə görə. Daha doğrusu nə gəldi? Mən konkret bilirəm hansı telekanallarda qara siyahıdayım. Bəli, sizi də ora heç vaxt dəvət etməyiblər. Məni lap əvvəllər dəvət ediblər, indi yox. Mən buna görə pis oluramı? Bu yalnız bizlə bağlı deyil, sadəcə o televiziyalar üçün kitabın mahiyyəti yoxdur. Onlar qorxurlar ümumiyyətlə. Baxın, kitab insanları nə edir? Ağıllandırır. Ağıllı insan televizora baxır, yox. Onlar hara baxırlar? Onlar izlədiyi YouTube kanallarına baxırlar və kitab oxuyurlar, düzmü? Əlavə imkan yoxdur axı otursunlar televiziya ekranı qabağında. Onların yarım saatlıq reklamına baxsınlar, sonra hansısa bir bəhsəsiz show proqramına baxsınlar. Bildinmi? Yəni ona görə bilərəkdən mən elə gəlir ki, bu kitaba olan münasibətdir. Nigar və Şahbaza olan münasibət. Məncə bilərəkdən, çünki biz heç vaxt heç nədən qorxmuruq. Sual varsa, yoxdursa, necə var danışırıq və təbii ki, kanallar onlar da senzurada çox qorxurlar, çox narahatdırlar. Olsun da, bir-iki kanal var, çox sağ olsunlar, hələ də dəvət edirlər. Amma son vaxtlar mən hər kəsə, daha doğrusu niyə adını çəkmirik? Elə yalnız ictimai kanal bizi dəvət edir, səsənmazsa bu qədər. Məncə də bəsdir də. Bəsdir, təbii. Amma mən heç ora da getmirəm, üzürlü sayısınlar. Ümumiyyətlə, belə yekə-yekə danışmaq kimi çıxmasın. Mənim karyeramda, belə deyək də, mənim tanınmağımda jurnalistlərin televiziyanın böyük rolu var idi, çox sağ olsunlar. 20 il əvvəl böyük dəstək verirdilər, çağırırdılar, dəvət edirlər. Sonradan bax belə artıq həsli danışdıq, lazım olmayan temalarına bağlı və bizi qara siyahıya. Sonradan mənə sosial şəbəkələr gücləndi və sosial şəbəkələrin güclənməsi bizi yəni ki, biz başa düşdük ki, televiziya o qədər də daha çox vaxt aparır, nəinki auditoriya, yeni auditoriya çıxarır. Bəli, həm də maraqsızdır axı. Eyni söhbətləri nə qədər eləmək olar? Eyni standart, banal suallara. Adətən nə sual verirlər? Məsələn, kitab niyə oxunmur? Niyə oxumur axı da? Yəni, necə də ki, gənclər kitab oxusunlar. Oxuyan gənclərdir. Girin, baxın kitab mağazasına. Yəni, tamamilə mövzudan kənar olan adamlar banal, stereotip suallar verir. Sən də qalırsan belə. Yaxud oturdurlar sənin yanında tamamilə dəxlisiz bir adamı, o da nə bilim, yekə-yekə danışır, nəsə deyirsən, hansı məmuru gətirirlər sağ tərəfdən, sol tərəfdən hansı непонятный adamı gətirirlər, yekə-yekə danışırlar, sən də qalarsan belə. Təbii bu qıcıq yaradır və biz burada tək deyilik, biləsiniz. Bilmirəm, bu tərbiyəsiz uşaq kimdir, bilmirəm, zadiyyəti yoxdur.
Tanımıram. tanımırıq, yox. Hı. Və bax belə, ona görə son vaxtlar heç televiziyada getmirik. İstədiyimiz kimi bizi necə Cavad. var göstərmək istəmirlər. Hı hı. Hə, Bu Cavadın hə. pişiyidir, xoş gördük. Sən tanıyırsan bu Tanış uşağı? olun. Mən bu uşağı Mən- tanımıram. Bu Cavadın pişiyidir, amma bilmirəm uşaq burada var ya yoxdur. Amma bu Cavadın pişiyidir. Hə. Hı. Və belə, ona görə orada yoxuqsa və mən nə deyirəm? Ha, Yox, televiziyada, cəhənnəmə yoxuq hə. da. Yəni bax özümüzə podkast yaratdıq, bu da danışırıq belə. Bəli, Yaxşı dedim. bəli, bəli. Hə. Yəni